Salam əziz şagirdlərimiz. Bugünkü mövzumuz mətnlər barəsindədir. Niyə də bu mövzuya toxunmayaq ki? Çünki mətnlər bizə imtahanda 75 bal gətirir. Yəni 100 balımızın 75%-ni mətnlər bizə verəcək. Dəyərli şagirdlərimiz, biz mətnləri hansı formada işləməliyik ki, orada daha gözəl nəticə əldə edə bilək? İlk növbədə birinci suallarla biz tanış olduq. Sonra isə mətnlərdə abzasları tək-tək götürüb təhlil etmək lazımdır. Yəni başdan ayağa oxumayın. Bir abzası götürün, orada lazım olan açar sözləri çıxardın. Qara hərflər verilibsə, qara hərflərə orada fikir verin. Kursivlə verilmiş sözlər, çərçivə daxilində verilmiş sözlərimiz olur, cümlələr olur. Onları mütləq formada özünüzdə qeyd edib yazırsınız. Bundan sonra növbəti abzasa artıq siz keçid edə bilərsiniz. Mətnləri işlədiyimiz zaman mütləq formada yanınıza saatı qoymaq lazımdır. Yəni zəngli saat yanınızda olmalıdır. İlkin növbədə 25 dəqiqə ilə başlayın. Sonra yavaş-yavaş dəqiqələri azaltmaq lazımdır. 20 dəqiqə, 15 dəqiqə və yavaş-yavaş bunu 10 dəqiqəyə qədər gətirib çıxartmaq lazımdır ki, imtahanda verilən vaxt bizə çata bilsin. Dəyərli şagirdlərimiz, ilkin növbədə burada bizi daha çox çaşdıran, səhvlərə tərəf aparan yerlər hansılardır? Onlara mütləq fikir vermək lazımdır. O yerləri möhkəmləndirmək lazımdır. Yəni indiyə kimi işlədiyimiz şagirdlərin içərisində daha çox müddəa və faktdır, planın qurulmasıdır, üslubdur. Yəni bu 3 bölməyə diqqət etmək lazımdır. Bunları mükəmməl bilərsinizsə, əgər siz mətnlərdə artıq səhvlər eləməyəcəksiniz. Bu qədər dəyərli şagirdlərimiz, mətnləri necə işləmək lazımdır geniş mövzu mənim YouTube kanalımda olacaq tezliklə. YouTube kanalımı da izləmədə olun. Nə sualınız olsa buyurun rəy bölməsində yazın. Hər zaman sizə kömək, dəstək olmağa hazıram. Hər zaman buradayam. Qruplarıma qoşulmaq istəyən şagirdlər və müdavimlər əlaqə nömrələri ilə əlaqə qura bilər. Dəyərli şagirdlər, hər birinizi yeni qruplarımda görməyə çox şad olaram.